Əzizləyicilərimiz, şəxsi istifadə üçün tikilmiş ev axtaran müştərilərimiz yaxın otursun. Şəxsi istifadə üçün tikilmiş, kupçalı, 4 otaqlı, həyətinə maşın daxil olan. Bax, bayaqlar bir müştərilər gəlib, deyir, hər tərəfdən keçə bilim. Gəl bax. Bax, sağına, soluna, arxasına, hara istəsən keçə bilərsən. Və belə bir şey var. Bax, bu həyəti budur. Otaqları isə həddindən artıq çox genişdir. Həddindən artıq genişdir. Və belə bir şey var ki, burada. Bunun görsən, bax, yuxarısını bir dənə göstər. Əvvəl buradan pilləkən olub, buradan. Məsələn, yuxarısını qalxıb çay içməyə, teras kimi istifadə eləməyə pilləkən olub. İndi yığışdırılıb. İstəsəz əgər yenə bu zonadan pilləkən qoyub qalxa bilərsiniz. Bura evin belə deyim, çölüdür. O dədə-baba evlərindəki bax çöldə də qapı qoyulub, qəşəng üstü navelsi. İstilik sistemi kombidir. Kombisi var, mətbəx mebeli var. Sadəcə indidən deyim ki, yəni qınamayın da. Ev sahibi vacib olaraq köçür, ona görə ev biraz dağınıqdır. İndən dedim biləsiniz. Əsas giriş hissəsi koridor hissəsidir. Bax, belə bir geniş giriş hissəsi var. Girişdə yerləşir. Solda mətbəx, bahalı mətbəx mebelidir, qazlıdır, aspiratordur və bunlar qalacaq. Amma digər evdə olan əşyalar çıxarılacaq. Hər biri çıxarılır, çünki ev sahibi köçür hal-hazırda. Təcili olaraq satılır. Burada bir otağıdır. Ən balaca otağı budur. Otaqların ölçüləri həddindən artıq çox genişdir. Çox genişdir ha. Skvaznoydur özdə. İki tərəfə də, evin iki tərəfinə də baxışı var. Bir otağı da buradadır. Bax, çox geniş, səliqəli, pəncərə düşən, pəncərəsinin raşotkasına kimi var. Bir daha xatırladıram, sənədi kupçalıdır. Qonaq otağı buradır. Yenə deyirəm, üzr istəyirəm hər birinizdən. Evdə köçürlər deyə biraz dağınıqdır. Amma otaqlar çox genişdir. Və nəzərinizə çatdırıram ki, qonaq otağının 2 dənə pəncərəsi var. 2 dənə böyük pəncərəsi var. Evin işıqlandırılması tam olaraq qaydasındadır. Burada da yerləşir evin sanitar qovşağı, o yandırıcının bütün aksesuarların hər biri quraşdırılıb hazırdır və burada da sonuncu otağıdır. Ev görsün necə küləydəyir. Pərdəyə bax, pərdədən bilinir. Yəni qəşəng küləylənir, havalı bir evdir. Əzizləyicilərimiz, satış qiyməti köhnə qiymətlə satılır. 85 min manata təyin olunub. Sənədi kupçadır. Kupçası hazırdır. Bugünkü gün al, köç yaşa. Bu ev sahibi tezliklə bu evi satmalıdır. Bu günü bu qədər vaxt ayırdığınız üçün çox sağ olun və nəzərinizə çatdırıram ki, evin dörd bir tərəfinə pəncərəsi var. Bu tərəfə də var, sağa da var, sola da var. Bir dənə də evin, belə deyim, arxa hissəsinə pəncərəsi var. Gəlib yerində baxa bilirsiniz. Mətbəx mebelidir, kombisidir, lüstrlərdə hər bir qalır. Bax görsən, tavanında taxta ilə yığılıb. Sağ olun, salamat qalın.